festivalı artıq ənənə şəkli alıb və davam edir. Məqsədimiz nədir? Kəlağayımızın əzəlki şan şöhrətini özünə qaytaraq, ulu nənələrimizin ruhunu sevindirək, gənc nəsil milli mənəvi dəyərlərimizə daha çox bağlansınlar. Kəlağayı bizim mədəniyyətimiz, yaraşığımız, həm də sabaha doğru bir milli bir yolumuzdur, milli bir ruhumuzdur da müqəddəs örpəklərimizdən biridir. Onu naxışlarından, onu rənglərindən, onu belə məna çalarlarından biz gələcək nəslə təbliğ etməliyik və maarifləndirməliyik. Təəssüf ki, Kəlağayı festivalında Kəlağayı görmədik. Səbəb nədir? Kəlağayı niyə görmədiniz? Kəlağayı var. Hardadır Kəlağayı? Bir masanın üzərində. Masanın üzərində Kəlağayı sadəcə bükülübdür. Orada hardasa 100-ə qədər Kəlağayı var. Və bu festival adlanır? Bəli, Kəlağayıda 100 dənə əgər Kəlağayı varsa festival adlanır.